Vaxtınız xeyir olsun əziz müəllimlər. Tarix üzrə təlimçi Şəfəq Cəlilova yeni dərsin izahını verirəm. Mövzu qədim Çindir. Mən həmişə qədim Çin və Hindistanı deməli izah edərkən müəllimlər bunları bir-biri ilə əlaqə edirəm. Gəlin başlayaq qədim Çindən. Ümumiyyətlə qədim Çin özü harda yerləşir? Asiya qitəsinin şərqində. Burada bizim əsas bilməli olduğumuz məqam iki çay arasında yerləşmələridir. Bu hansı çaylardır? Huanghe çayıdır ya yoldaşlar və yansız çaylardır. Bunları bilməyiniz vacibdir. Və biz deyirik ki, Huanghe çayında daşqınlar olduğu üçün ona bəzən Çinin bəlası və sarı və axır deyildi. Və əraziləri isə yoldaşlar Sakit okeanına qədər gəlib çatırdı. Yəni belə deyək də şərqi Sakit okeanına çıxışı olan dənizlərlə əhatə olunmuşdur. Sakit okeanda təxmini yəni bu əraziləri, yəni bu hissəni götürə bilərsiniz. Bir var erkən sivilizasiyanın yaranması. Bir var ilk dövlətlərin yaranması. Bir var vuruşan padşahlar dövrü, bir də var vahid mərkəzləşdirilmiş dövlət. Bunları bir-birinə xahiş edirəm, qarışdırmayın. Deməli deyirik ki, ilk dövlətlərin yaranmasına zərurət kimi sual düşə bilər ki, nə olubdur deyirsiniz sərvət əldə etmək üçün və onu qorumaq üçün. Deyirik yoldaşlar, Çində ilk dövlətləri yaranıbdır eramızdan əvvəl 2-ci minillikdə. Çində vuruşan padşahlar dövrü olub eramızdan əvvəl 4-3-cü əsrlərdə. Bir də mərkəzləşdirilmiş vahid dövlət yoldaşlar yaranıbdır 221-ci ildə Sin Şu Huangdi tərəfindən. Bunu qarışdırmayın. Sonra deyirik ki, ilk dövlətlər Şan qəbilələri tərəfindən tapılmışdır və Çində 6-cı əsrdə dəmirin emalı başlayıbdır. Və dəmirin artıq emalı, inkişafı yeni dövlətlərin meydana gəlməsinə gətirib çıxarmışdır. Gəlin görək Çində Sin Şu Huangdinin yaratmış olduğu dövlət hansı işləri görübdür? İlk yoldaşlar Çində bir daha deyirəm, erkən dövlətlər, ilk dövlətimiz olubdur Şan qəbilələri tərəfindən eramızdan əvvəl 2-ci minillikdə, vuruşan padşahlar dövrü olub eramızdan əvvəl 4-cü və 3-cü əsrlərdə, Çində vahid mərkəzləşdirilmiş dövlət eramızdan əvvəl 221-ci Sin Şu Huangdinin tərəfindən əsası qoyulmuşdur. İndi gəlin bunların deməli haqqında məlumat verək. Deyirik Sin Şu Huangdinin dövründə 1. Ölkədə vahid mərkəzləşdirilmiş dövlət yaradıbdır. 2. Vahid ölçü, vahid çəki, vahid pul sistemi yaradıb yoldaşlarım. 36 vilayətə bölübdür və kim ki imperatorun qanunlarına qarşı çıxırdı, o zaman onlara əmansız divan tutulurdu. Yadınızda saxlayın, Sin sülaləsinin dövründə tikilibdir Hunlara qarşı Böyük Çin səddi. Böyük Çin səddi təxminən deməli eramızdan əvvəl 214-cü ildə. Amma belə deyək, hətta onun qalıqları bugünkü dövrə də gəlib çatmışdır. Xan sülaləsinin dövründə isə Böyük İpək yoluna eramızdan deməli əvvəl 2-ci əsrdə Böyük İpək yolu salınıbdır. Bu Xan sülaləsinin dövründədir. Yadda qalarmı? Deməli deyirik Sin sülaləsinin dövründə ölçü çəki sistemi, 36 vilayət, mərkəzləşdirilmiş idarə sistemi, Böyük Çin səddi Hunlara qarşı. Xan sülaləsinin dövründə artıq deməli deyirik ki, 206-cı ildə bunu da yaxınlaşdırıram, Xan sülaləsi gəlir. Baxın, burada bəzi müdavimlər nəyə qarışdırır? Müəllimlər, əgər testdə qarşınızda düşsə ki, Monqol və Tibet tayfalarının işğalı, bunu götürün Böyük Hun dövlətinə. Yox, əgər desək ki, Koreya, Vyetnam, bunu götürün Çində Xan sülaləsi dövrünə. Yaxşı, belə yadınızda saxlasın. Biz deyirik ki, Asiyanın bu Hun dövlətidir. Bunun elə bir ki, təxminən bu hissələrini, şərq hissələrini ələ keçirmişdir. Daha sonra deyirik, Vyetnam və Koreyanı ələ keçirmişdir yoldaşlarım. Eyni zamanda deyirik ki, şərq deməli kənd təsərrüfatını canlandırmaq üçün deməli kəndlilər əsasən burada boş qalmış torpaqların becərilməsini, kəndlilərə verilməsini deməli təmin eləmişlər. Deyirsiniz ki, Çində vahid xalqın yaranması Xan sülaləsinin dövründədir. Xan sülaləsinin dövründədir. Və biz deyirik ki, 2-ci əsrdə eramızdan əvvəl Böyük İpək yolunun salınması. Deməli yadınızda nəyi saxlayırsınız müəllimlər? Deyirik ki,
Xan sülaləsinin dövründə vahid xalq yaranıbdır. Sin sülaləsinin dövründə mərkəzləşdirilmiş dövlət yaranıbdır. Yaxşı, bax bunu yadınızda saxlayın. Deyirik ki, belə deyək də, Xan sülaləsinin dövründə hakimiyyətə qarşı böyük qırmızı qaşlılar üsyanı, eyni zamanda sarımsaqlılar üsyanı baş vermişdir və bu üsyanlar eramızın 18-ci ilində qırmızı qaşlılar, eramızın deməli 184 və 204-cü illərində sarımsaqlılar üsyanı deməli baş vermişdir. Qırmızı qaşlılar üsyanı Fanşunun rəhbərliyi ilə olmuşdur. Sarımsaqlılar üsyanında da Çijan qardaşlarının deməli rəhbərliyi ilə daha çox deməli olmuşdur. Ümumiyyətlə toplamda belə götürsək, yəni ümumiyyətlə başlama səbəbləri kimi nə deyə bilərik ümumiyyətlə? Qulların üsyanı, kəndlilərin üsyanı, əyanlar arasındakı çəkişmələr bunlara səbəb olmuşdur. Və belə deyirik müəllimlər, biz deyə bilərik ki, eramızdan əvvəl 2-ci və 3-cü əsrlərdə Çin tarixindəki oxşarlığın səbəbini desək, deyərik ki, ayrı-ayrı dövlətlərdən ibarət olması və sarımsaqlar və qırmızı qaşlılar, yəni əsas burada bundan götürürük də. Yəni 3-cü əsrdə həm Sin sülaləsinin, həm də Xan sülaləsinin dövrü olduğu üçün bunu deyirik. Amma sarımsaqlılarla qırmızı qaşlıların oxşarlığında deyirik ki, Xan sülaləsində qarşı çevrilmişdir, üstdən yansıdırılmışdır və kəndlilər və qullar idi. Müəllimlər, bu deməli Çin sülaləsi və Xan sülaləsi dövründə mövcud olan deməli hadisələrdir. İndi isə mən sizə məlumat vermək istəyirəm bunun həmin dövrdə olan böyük İpək yolu haqqında. Belə deyək də müəllimlər, ümumiyyətlə eramızdan əvvəl 2-ci əsrdə Xan sülaləsinin hökmdarların işğalları nəticəsində Çin dünya ticarət yollarına qoşuldu. Belə ki, burada Aralıq dəniz istiqamətlərindən Şimali Afrikaya, Avropaya qədər gəlib çatırdı və onun bir xətti də Azərbaycandan keçirdi. Yadınızda qalsın. Bir dənə incə nüans demək istəyirəm. Kimlər qul edilirdi deyəcəksiniz. Müharibə zamanı əsir olunan qullar, vergilərini verə bilməyən kəndlilər. Amma sarımsaqlılar üsyanı nəticəsindən sonra artıq Çində Xan sülaləsi zəiflədi 3-cü əsrin əvvəllərində və quldarlıq quruluşu tamamilə zərbə vurdu.